Blok imtahanlarına nədən hazırlaşmalı? Bu sualı hər gün dəfələrlə verirlər mənə. Təkcə mənə yox, bir çox Azərbaycan dili ədəbiyyat müəllimlərinə. Çünki sırf blok imtahanlarına hazırlaşmaq üçün vəsait çox azdır ölkədə. Və demin bilirsiniz ki, buraxılış imtahanlar başa çatdı. Həm 9, həm 15 mart imtahanları bir çox abituriyentin yadında bir belə fiyasko kimi qaldı çətinliyinə görə. Və həmin imtahanlar çətin olduğuna görə ballar da kifayət qədər aşağı düşəcək. Blokda maksimum bal yığaraq və yaxud da maksimuma yaxın bal yığaraq həmin o aşağı balları kompensasiya eləmək lazımdır. Qeyd edeyim ki, bizim Azərbaycan dili ədəbiyyat suallarımızdan ibarət sınaqlarımız var. Söhbət 3-cü blokdan gedir, çünki o birisi qruplarda yoxdur. Azərbaycan dili ədəbiyyat blok imtahanında. Və bu imtahanlar sırf abituriyentlər üçün hazırlanmışdır. Yəni, MİQ və sertifikasiya imtahanları deyil. Həm məzmun çətinlik etibarilə, həm də quruluş etibarilə demin imtahanlarına uyğundur. Bir dənə situasiya sualları burada kənardadır. Onlar üçün ayrıca bir imtahan təşkil edəcək imtahanlar. Qalan 27 dənə sual, yəni hər bir imtahanın içində 27 dənə sual var. Azərbaycan dili 27, ədəbiyyat 27. 22 dənə qapalı, 23, 24, 25, 26 o indi yarım qapalı, yarım açıq deyik də, indi onlara əvvəl açıq gedirdi, indi açıqlar situasiya suallardır. Bir dənə uyğunluq testi. Və bu sualların içərisində bir dənə də proqramdan kənar bir şey yoxdur. Həmçinin bütün proqram əhatə olunub. Yəni siz bir paketi götürəndə bütün proqram orada əhatə olunur. Demin 2026-cı il model testləri olan jurnalında proqram elan olunub. Yəni, həmin proqramdan kənar heç bir dənə şey yoxdur. İstər Azərbaycan dili olsun, istər ədəbiyyat olsun. Tutaq ki, məsələn, 6-cı siniflə bağlı biraz tərəddüdlər var idi. Burada elan olundu ki, baxın, məsələn, Basat. Basat buradadır. Ona görə Basatdan sualları siz də işləyəcəksiniz. Və yaxud da o əlavə hissələr var, Köroğlu eposunun əlavəsi, İskəndərnamə, yəni Həmzəliyyət qaçırması, İskəndərnamə, Leyli Məcnun, Anamın kitabı, Oktayevov, bunlar yəni dimin əlavələrinə uyğun sınaqlar, daha doğrusu suallar o sınaqlarda yer almışdır. 24 mayda birinci cəhd imtahanı olacaq, 3-cü qrupa hazırlaşan abituriyentlər üçün o vaxtacan həmin sınaqları işləmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 051 537 90 86 nömrəsinə yazacaqsınız. Sizə ətraflı məlumat göndəriləcək. Həmçinin saytı da göstərək. 1001 sınaq az saytından işləyəcəksiniz. Yəni, hər kəs öz e-maillə qeydiyyatdan keçib oradan işləyəcək. Yəni, xeyli sınavımız var, limitsiz sınaqlardır. Limitsiz deyəndə təbii ki, bunu obrazlı olaraq deyirik. Sizin işləyə biləcəyinizdən çox-çox artıq burada suallar yığılmışdır. Blok imtahanları, başqa imtahanlar da var orada. Onlar haqqında indi məlumat vermirəm.